Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında disleksiyadan əziyyət çəkən uşaqların qiymətləndirilməsi və öyrənmə imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində xüsusi mobil tətbiq və disleksiya.az saytı hazırlanmışdır. Mobil tətbiq və veb səhifə vasitəsilə disleksiya problemi olan uşaqların valideynləri öz övladları ilə evdə məşğul olmaları üçün peşəkar mütəxəssislər tərəfindən hazırlanmış video dərslər əldə edə və övladlarının inkişafına kömək edə bilərlər. Veb səhifə, layihə haqqında, disleksiya nədir, məqalələr, videolar bölmələrindən ibarətdir. Mobil tətbiqdə isə disleksiya, məqalələr və videolar bölmələri valideynlərin istifadəsini asanlaşdırmaq üçün təqdim edilir. Tətbiqdə disleksiya düyməsini sıxmaqla disleksiya riskini ehtiva edən indikatorlara uyğun olan suallara cavab verirsiniz. Cavablarınıza uyğun olaraq tətbiq uşaqda disleksiya riskinin olub-olmaması ehtimalını müəyyən edir. Testin sonunda daha ətraflı düyməsini basaraq disleksiyanın sahələrinə uyğun nəticələri də görə bilərsiniz. Videolar bölməsində layihə çərçivəsində hazırlanmış video dərsləri yerləşdirilmişdir. Bu dərslər 8 sahə üzrə kateqoriyalara bölünmüşdür və hər kateqoriyaya məxsus bölmə yaradılmışdır. Bölməyə daxil olaraq siz həmin bölmə üzrə videoları izləyə və övladlarınıza tətbiq edə bilərsiniz. Veb səhifənin və tətbiqin layihə haqqında bölməsində layihənin yaranma məqsədi haqqında məlumat yerləşdirilmişdir. Disleksiya nədir bölməsində isə disleksiya ilə bağlı geniş məlumat təqdim olunur. Veb səhifənin və tətbiqin məqalələr bölməsində disleksiya ilə bağlı müxtəlif mövzulara aid məqalələr yerləşdirilmişdir. Həmçinin bu bölmədə disleksiya ilə bağlı metodik vəsait də yerləşdirilmişdir.